Bugünkü mövzumuz İngiltərə 11-16-cı yüzilliklərdə. 5-ci yüzilin əvvəllərində Şimali Avropada yaşayan Alman mənşəli Anglo-Sakslar Britaniyanı işğal edirlər və burada 7 krallıq meydana gəlir. Daha sonra, yəni 9-cu əsrdə isə Britaniyanı Vikinglər işğal edir. Vikinglər isə Skandinaviyada yaşayan xalqlardır, hansı ki bilirik ki 9-11-ci əsrlərdə Avropada feodal dağınıqlığı dövründə Vikinglər Avropaya qarətçi yürüşlər etmişdilər. Bu yürüşlər nəticəsində 9-cu əsrdə Vikinglərin bir hissəsi İngiltərəni işğal edir və İngilislərlə, Vikinglərlə Anglo-Sakslar qaynayıb qarışaraq 9-cu əsrdə İngilislər adlandırılır. 9-cu əsrin sonlarında isə İngiltərədə vahid krallıq yaranır. Anqlların adı ilə bu krallıq İngiltərə adlanır. Deməli, İngiltərə kimin adı ilə bağlıdır? Anqlların adı ilə. Deməli, necə dedik? İngiltərə 5-ci yüzillikdə Anglo-Saksların yürüşünə məruz qalır. 9-cu əsrdə Vikinglər gəlir. Vikinglərə Anqlların qaynayıb qarışması nəticəsində burada İngilislər adlandırılır. 9-cu əsrin sonlarında isə İngiltərədə vahid krallıq yaranır. Vikinglərin bir hissəsi olan Normanlar isə, yəni Vikinglər Skandinaviyada yaşayan xalqlardır. Vikinglərin bir hissəsi olan Normanlar isə Fransanın şimalında məskunlaşmışlar. 10-cu əsrdə Vikinglərin bir hissəsi olan Normanlar Fransanın şimalında məskunlaşır. Fransa kralı isə onlara bir ərazi verir və onlar bu ərazidə Normandiya hersoqluğunu yaradırlar. Demək, 10-cu əsrdə Vikinglərin bir hissəsi olan Normanların Fransanın şimalda məskunlaşır. Fransa kralı onlara bir ərazi verir və bu ərazidə onlar Normandiya hersoqluğunu yaradırlar. Normandiya hersoqu isə Vilhelmdir. Vilhelmin dövründə Vilhelmin İngiltərə taxtına olan iddiası var idi ki, bu iddianın əsasında onun vəfat etmiş İngiltərə kralı ilə qohumluq əlaqəsi dayanırdı. Ona görə Normandiya hersoqu Vilhelm 1066-cı ildə cəngavərlərindən ibarət ağır silahlı ordusu ilə Normandiyadan İngiltərəyə hücum edir. Deməli, 1066 Hastings döyüşü, Normandiya hersoqu Vilhelm cəngavərlərdən ibarət ağır silahlı ordusu ilə Normandiyadan İngiltərəyə hücum edir və Hastings döyüşündə İngiltərə kralının piyadalardan ibarət Anglo-Saks qoşununu məğlub edir. İngiltərənin piyadalardan ibarət qoşununu məğlub edir. İngiltərəni işğal edir, Londonu tutur və özünü İngiltərə kralı elan edir. İngiltərəni işğal edir, Londonu tutur və özünü İngiltərə kralı elan edir. Deməli, necə dedik? Dedik ki, 5-ci yüzillikdə İngiltərə işğalına məruz qaldı Anglo-Saksların. 9-cu əsrdə buranı işğal elədi Vikinglər. 9-cu əsrdə Vikinglərlə Anqlların qaynayıb qarışması nəticəsində İngilislər adlandırıldı. 9-cu əsrin sonlarında vahid krallıq yarandı. Anqlların adı ilə bu ərazi adlandırıldı İngiltərə. Hətta deyirik ki, Normanların gəlişindən əvvəl, yəni 11-ci əsrdən əvvəl, Normanların gəlişindən əvvəl İngilislər kiçik kəndlərdə yaşayırdılar. Hər bir ailə özünə məxsus olan kiçik torpaq payını əkib becərirdi. Hər bir ailənin qoyun, inək və donuzlarını otardıqları ortaq torpaq deyilən böyük və açıq ərazisi var idi. Hər bir kəndin qanunlarına əməl edilməsinə nəzarət edən bir şerifi, yəni polisi var idi. Yəni hər bir kənddə bir polis var idi ki, qanunların həyata keçirilməsinə, əməl olunmasına nəzarət edirdi. Daha sonra Normandiya hersoqu olan Vilhelm 1066-cı ildə Hastings döyüşündə İngiltərə kralının piyadalardan ibarət qoşunlarını məğlub edir, Londonu tutur və özünü İngiltərə kralı elan edir. Londonu tutur, özünü İngiltərə kralı elan edir. Diqqətli olaq, Norman işğalının İngiltərə üçün biri var siyasi nəticəsi, biri var sosial-iqtisadi nəticəsi. Norman işğalının siyasi nəticəsinə əsasən İngiltərədə mərkəzləşmiş dövlətin əsası qoyuldu. Norman işğalına əsasən, siyasi nəticəsinə əsasən mərkəzləşmiş dövlətin əsası qoyuldu, kral hakimiyyəti gücləndi, ölkənin siyasi birliyi gücləndi. Deməli, 1066 Hastings döyüşü, Vilhelm qalib gəldi, Normandiya hersoqu Vilhelm qalib gəldi, İngiltərəni işğal elədi və bu işğalın siyasi nəticəsinə əsasən kral hakimiyyəti güclənir, ölkənin siyasi birliyi möhkəmlənir, mərkəzləşmiş dövlətin əsası qoyulur. Sosial-iqtisadi nəticələrinə əsasən kəndlərin əksəriyyəti artıq təhkimli vəziyyətinə düşdü. Kəndlərin əksəriyyəti təhkimli vəziyyətinə düşdü. Daxili və xarici ticarət genişləndi. Feodallaşma prosesi başa çatdı.
Demək, sosial-iqtisadi nəticələr necə dedik? Kəndlilərin əksəriyyəti təkimli vəziyyətinə düşdü, feodallaşma prosesi başa çatdı, daxili və xarici ticarət genişləndi. Nəyin nəticəsində? Norman işğal nəticəsində. Deməli, İngiltərə 5-ci yüzillikdə işğalına məruz qaldı Anglo-Saksların, 9-cu əsrdə Vikinglərin, 9-cu əsrdə Anglo-Sakslarla Vikinglər İngilislər adlandırıldı, 9-cu əsrin sonlarında White krallıq yarandı, Anglların adı ilə bağlı İngiltərə adlandırıldı. Vikinglərin bir hissəsi olan Normanlar, Vikinglər Skandinaviyada yaşayan xalqlardır. Yenə deyirəm, Vikinglər Skandinaviyada yaşayan xalqlar idi. 9-11-ci əsr feodal dağınıqlığı dövründə Avropaya yürüş eləmişdilər. Onların bir hissəsi 9-cu əsrdə İngiltərəni işğal etdi. Vikinglərin bir hissəsi olan Normanlar isə 10-cu əsrdə Fransanın şimalında məskunlaşdı. Fransa kralı onlara ərazi verilməsi ilə burada yarandı Normandiya hersoqluğu. 10-cu əsrdə Normandiya hersoqu. Daha sonra Normandiya hersoqu olan Vilhelm 1066-cı ildə Qastinq döyüşündə qalib gəlir. Qalib gəldikdən sonra İngiltərəni işğal edir, Londonu tutur və vahid mərkəzləşmiş dövlətin əsasını qoyur. Kral hakimiyyətini gücləndirir və ölkənin siyasi birliyi möhkəmləndir. 1-ci Vilhelm 1066-cı ildən 1087-ci ilə qədər hakimiyyətdə olmuşdur. Deməli, 1-ci Vilhelm 1066-cı ildən 1087-ci ilə qədər hakimiyyətdə olmuşdur. Vilhelm Londona daxil olur, özünü İngiltərə kralı elan edir. Bütün ölkə ərazisi, baxın, bütün ölkə ərazisi yeni İngiltərə kralı mülkü elan edildi və öz istilahatçılarına payladı. Kəndlilər təhkimçi vəziyyətinə düşdü. Mülki idarəçilik və ali kilsə vəzifələrdə yerli normallar əvəz etdi. Yəni, bundan əvvəlkiləri işdən çıxarıldı və Normanlar əvəz etdi. Deməli, Vilhelm hakimiyyətə gəldi, bütün ölkəni kralın mülkü elan elədi, Norman cəngavərlərinə və kral vassallarına torpaq sahələri payladı. Bunun dövründə bütün zadəganlar İngiltərənin yeganə hökmdarı kimi Vilhelmə sədaqət andı içməyə məcbur oldu. Bütün zadəganlar İngiltərə kralı kimi Vilhelmə sadiqlik andı içməyə məcbur oldu. Bu dövrdə ən böyük torpaq sahibi Vilhelm idi. İşğal edilmiş ərazinin bir hissəsi onun əlində idi. O da öz vassallarına paylamışdı. İngiltərədə Vilhelm dövründə əhali və əmlakı siyahıya alındı. Roma dövründən sonra deyirik ki, Avropada ilk belə siyahıya alma idi. Deməli, Roma dövründən sonra ilk siyahıya almanı kim həyata keçirmişdi? 1-ci Vilhelm. Əhalinin əmlakını və əhalinin siyahıya almışdı. Anglo-Saks krallarının vergi sistemini və kral məhkəməsini təkmilləşdirdi. Mülki idarəçilik və ali kilsə vəzifələrindəki yerliləri Normanlarla. Yəni, bugünə qədər axı Anqıllar hakimiyyətdə idi. Artıq mülki idarəçilikdə, ali kilsə vəzifələrdə hamısını Normanlarla əvəz etdi. Anglo-Sakslar işdən çıxartdı, hamısını Normanlarla əvəz etdi. Vilhelmin dövründə İngilis kəndləri təhkimli vəziyyətinə salındı. Az sayda da olsa azad kəndlərin olması orta əsrlərdə İngiltərədə aqrar inkişafın xüsusiyyətlərindən biridir. Əkilə bilən torpaqların 7-də biri və şəhərlərin çoxu kralın mülküdür. Deməli, əkilə bilən torpaqların çoxu və şəhərlər kralın mülküdür. Deməli, bu dövrdə yaranan şəhərlər də kralın mülkündə salınırdığına görə deyirik ki, İngiltərədə şəhərlərin əksəriyyəti kralın mülkündə yerləşirdi. Ona görə də Fransadan fərqli olaraq İngiltərədə kral hakimiyyəti daha güclüydü. Şəhərlərin çoxu kral mülkündə salınırdı. Ona görə də deyirik ki, İngiltərədə şəhərlər nə özündə hüquq qazana bilmədi, həm də ki, bütün feodallar birbaşa kralın vassalı idi. Elə ona görə deyirik ki, bu dövrdə Avropada ən güclü kral hakimiyyəti İngiltərədə idi. Deməli, Vilhelm 1066-1087 bütün ölkə kralın mülkü elan olundu. Öz cəngavərlərinə, kral vassallarına torpaqlar payladı. Bütün zadəganlar Vilhelmə sadiqlik andı içməyə məcbur edildi. Roma dövründən sonra ilk dəfədir ki, Avropada siyahıya alma keçirdi. İngiltərə əhalisini və əmlakını siyahıya aldı. Anglo-Saks krallarının vergi sistemini və kral məhkəməsini təkmilləşdirdi. Mülki idarəçilik və ali kilsə vəzifələrindəki yerlər Normanlarla əvəz etdi. Yəni, həm mülkünü, həm ali kilsəni işdən çıxartdı, Normanlarla əvəz etdi. Vilhelmin dövründə İngilis kəndlər təhkimli vəziyyətinə salındı. Bu dövrdə İngiltərədə əkilə bilən torpaqların 7-də biri və şəhərlərin çoxu kralın mülküydü. Ona görə də 11-12-ci əsrlərdə İngiltərədə kral hakimiyyəti daha güclüydü.
Deməli, əkilə bilən torpaqların çoxu və şəhərlərin çoxu kralın mülkü idi. Bütün feodallar krala hərbi xidmət edir və vergi ödəyirdi. Bütün feodallar krala hərbi xidmət edir və vergi ödəyirdi. Feodallar da demək olar ki, hamısı kralın vassalı idi. Bütün feodallar kralın vassalı idi, krala hərbi xidmət edir, krala vergi ödəməli idilər. Bu dövrdə yeni şəhərlər yaranırdı, əvvəlki şəhərlər isə bərpa olunurdu. Lakin şəhərlərin əksəriyyəti kralın mülkündə yerləşdiyi üçün Fransadan fərqli olaraq deyirik ki, İngiltərədə şəhərlərin özünü idarə hüququ yox idi. Şəhərlərin özünü idarə hüququ yox idi. Ona görə Avropada bu dövrdə ən güclü kral hakimiyyəti İngiltərədə olmuşdu. Daha sonra 12-ci yüzilliyin ikinci yarısında 2-ci Henrix gəlir hakimiyyəti şəklinə baxaq. 2-ci Henrix 1154-dən 1189-cu ilə qədər hakimiyyətdə olmuşdu. 2-ci Henrixin dövründə kral hakimiyyətini daha da gücləndirir, daha da genişləndirir. Fransanın bəzi ərazilərini işğal edir. İngiltərə kralın tabeliyinə keçirdir. Həm məhkəmə, həm hərbi, həm də kilsə islahatı keçirdir. Həm məhkəmə, həm hərbi, həm də kilsə islahatı keçirdir. İndi baxaq 2-ci Vilhelmin islahatlarına. Dövlətin mərkəzləşdirilməsində 2-ci Henrixin islahatları mühüm rol oynadı. Kral məhkəməsinin səlahiyyətlərini genişləndirmək məqsədilə islahatlar keçirdi. Deməli, məhkəmə islahatının səbəbi kral məhkəməsinin səlahiyyətlərini genişləndirməkdir. 2-ci Henrixin məhkəmə islahatına əsasən hər bir azad adam müəyyən ödənc müqabilində kral məhkəməsinə müraciət edə bilərdi. Yəni, sənin pulun varsa, müəyyən miqdar ödənc ödəyirsən, kral məhkəməsinə müraciət edə bilərsən. Kral məhkəməsində iş iclasçılar tərəfindən araşdırılırdı. Deməli, məhkəmə islahatı keçirdi. İslahatı keçirməkdən məqsəd kral məhkəməsinin səlahiyyətlərini genişləndirmək. 2-ci Henrixin məhkəmə islahatına əsasən hər bir azad adam müəyyən ödənc müqabilində kral məhkəməsinə müraciət edə bilərdi. Kral məhkəməsində iş iclasçılar tərəfindən aparılırdı və beləliklə bütün ölkə üçün vahid kral məhkəməsi yaranmağa başladı. Və beləliklə deyirik ki, bütün ölkə üçün vahid kral məhkəməsi yaranmağa başladı. Kral məhkəmə səlahiyyətlərini artırdı. Yəni, kral məhkəməsinin səlahiyyətləri artırıldı. Bu məhkəmələr bütün İngiltərəni əhatə etdiyi üçün artıq ümumi qanunlar yerli qanun maddələrini əvəz etdi. Yəni, artıq kral məhkəməsi bütün ölkəni əhatə edirdi və ümumi qanunlar yerli qanun maddələrini əvəz etməyə başladı. İndi baxaq Henrixin hərbi islahatına. Hərbi islahatına əsasən feodallar qalxan pulu adlı xüsusi vergi verməlidirlər. Feodallar, kəndlilər yox. Feodallar krala qalxan pulu adlı xüsusi vergi verirdilər. Qalxan pulu vergisinin hesabına kral hərbi xidmətə muzlu cəngavərlər cəlb etdi. Bu isə kralın baran qoşunlarından asılılığını azaltdı. Deməli, hərbi islahatına əsasən feodallar qalxan pulu adlı xüsusi vergi verməlidirlər. Həmin ödənişin hesabına kral hərbi xidmətə muzlu cəngavərlər cəlb etdi. Bu da kralın baron qoşunlarından asılılığını azaldırdı. Bundan başqa hər bir azad adam öz əmlakına uyğun müəyyən silaha malik olmalı və kralın çağırışı ilə yürüşdə iştirak etməli idi. Bu islahatlar kral hakimiyyətini gücləndirir və feodal dövlətin mərkəzləşməsinə kömək edirdi. Deməli, 2-ci Henrix 1154-1189 məhkəmə islahatı, hərbi islahat, kilsə islahatı. Hərbi islahatına əsasən dedi ki, feodallar krala qalxan pul vergisi ödəyirdi. Kral da bu vergi hesabına muzlu qoşun yaradırdı və beləliklə kralın baron qoşunlarının asılılığı azaldılırdı. Hər bir azad adam əmlakına uyğun müəyyən silaha malik olmalı, kralın çağırışı ilə yürüşdə iştirak etməli idi. Kilsə islahatına əsasən 2-ci Henrix kilsə üzərində kral nəzəri tətbiq etmək istəyirdi, lakin kralın niyyəti ictimai narazılıq səbəbindən çox da uğurlu olmadı. Demək, 2-ci Henrix 3 islahat keçirdi. Məhkəmə, hərbi, kilsə. Məhkəmə hərbi uğurlu olsa da kilsə islahatı uğursuz oldu. Amma ümumi nəticə olaraq götürsək, 2-ci Henrixin islahatları nəticəsində İngiltərədə kral hakimiyyəti daha da güclənir, feodal dövlətin mərkəzləşməsinə kömək etmişdi. Daha sonra 13-cü əsrin sonlar əvvəllərində İngiltərənin Fransa ilə apardığı müharibələr bilirik ki,
böyük xərc tələb etdiyi üçün İngiltərə kilsə üzərinə vergilər qoyur. Demək, 13-cü yüzün əvvəllərində İngiltərənin Fransa ilə apardığı böyük vəsait, müharibələr böyük xərc tələb etdiyi üçün kilsədən əlavə vergilər almaq istəyirdilər. Bu isə kral ilə Roma papası arasında münaqişəyə səbəb oldu. 13-cü yüzün əvvəllərində. Papa İngiltərə kralının taxt tacından məhrum edilməsi haqqında fərman verdi. Deməli, Papa İngiltərə kralının taxt tacından məhrum olması haqqında fərman verdi. Deməli, baxaq, bəli, məhrum olması haqqında fərman verdi. Təbələrin ona qarşı üsyana qalxacağını ehtiyat edən kral özünü Papanın vassalı elan etdi. Bu hadisə ölkədə iri feodalların, cəngavərlərin və şəhərlərin üsyanına səbəb oldu. Kral üsyançıların tələblərini qəbul edərək 1215-ci ildə Böyük Azadlıqlar Xartiyasını qəbul elədi. Deməli, necə deyirik? Dedi ki, 13-cü yüzün əvvəllərində Fransa ilə aparılan müharibələr böyük vəsait tələb edirdi. Ona görə də kral tez-tez feodallardan və kilsədən əhalinin digər təbəqədən alınan vergini artırırdı. Kilsə işlərinə qarışması kral ilə Roma arasında münaqişəyə səbəb oldu. Yəni, kral kilsənin işinə qarışırdı, vergiləri artırırdı deyə bunlar arasında münaqişəyə səbəb oldu. Papa kralın taxt tacdan məhrum edilməsi haqqında fərman verir. Bundan sonra kral narahat olur ki, təbəələr ona qarşı üsyana qalxacaq. Və bundan ehtiyat edən kral özünü Papanın vassalı elan edir. Hansı ki, biz bunu əvvəl də keçmişdik ki, o dövrdə Papa o qədər güclüdür ki, Polşa, Danimarka, İngiltərə özünü Papanın vassalı elan etmişdi. Bu hadisə ölkədə iri feodallar, cəngavər və şəhərlərin üsyana səbəb oldu. Kral üsyançıların tələblərini qəbul etməyə məcbur oldu və 1215-ci ildə Böyük Azadlıqlar Xartiyasını qəbul elədi. Diqqətli olaq, 1215 Böyük Azadlıqlar Xartiyası. Bu xartiyaya əsasən iri feodallara geniş hüquqlar verildi. Şəhərlilərə, azad kəndlərə, cəngavərlərə isə məhdud hüquqlar verildi. Deməli, iri feodallara geniş, şəhərlilərə, azad kəndlilərə, kəndlərin də hüquqları var, kəndlilərə, cəngavərlərə isə məhdud hüquqlar verildi. Eyni zamanda şəhərlərin mövcud azadlıqları təsdiq edildi. Kral vassallarından və təbələrindən müəyyən edilən miqdardan artıq vergi ala bilməz. Artıq kral istədiyi kimi vergini qaldıra bilməzdi. Müəyyən edilmiş vergidən artıq vergi ala bilməzdi. Bütün azad adamlar kral məmurların özbaşınalığından və hədsiz cərimələrdən qorunmalı idi. Deməli, 1215 Böyük Azadlıqlar Xartiyası, Böyük Azadlıqlar Xartiyasında əsasən iri feodallara geniş, cəngavərlilərə, şəhərlərə və azad kəndlərə isə məhdud hüquqlar verildi. Şəhərlərin azadlığı tanındı. Şəhərlərin mövcud azadlığı təsdiq edildi. Hansı ki, biz bilirik ki, bundan əvvəl deyirdi ki, Vilhelmin dövründə şəhərlərin çoxu kralın mülkündə yerləşdiyinə görə şəhərlərin özünü idarə hüququ yox idi. Artıq 1215 Azadlıqlar Xartiyasında isə deyirik ki, şəhərlərin mövcud azadlıqları təsdiq edildi. Kral vassallarından, təbələrindən müəyyən ediləndən artıq vergi ala bilməzdi. Bütün azad adamlar kral məmurlarının özbaşınalığından və hədsiz cərimədən qorunmalı idi. Lakin, təbii ki, kral bu sənəddə təsbit edilən hüquqlara əməl etmədi, üsyançılara qarşı müharibəyə başladı. Kral və üsyançılar arasında münaqişə uzun müddət davam etdi və bu münaqişənin tarixində, bu münaqişənin gedişində 1265-ci ildə İngiltərə tarixində ilk dəfə olaraq iri feodallar, ali ruhanilər, cəngavər və şəhərlərin nümayəndələrinin təmsil olunduğu parlament çağırıldı. Kral vergiləri artıq parlamentlə razılaşdırıldıqdan sonra təyin edə bilərdi. Parlament çağırıldı. Artıq kral yeni vergi tətbiq eləmək istəyirsə, bunu mütləq şəkildə parlamentlə razılaşdırmalı idi. 14-cü yüzillikdə parlament vergi təyin etmək hüququ ilə yanaşı, həm də qanunların verilməsində də iştirak etmək hüququ qazandı.
Deməli, 1215 Azadlıqlar Xartiyası, 1265-ci ildə isə parlament yaradıldı. 1265-ci ildə ilk dəfə çağırılan parlament əsasən dedik ki, iri feodallar, ali ruhanilər, cəngavərlər və şəhərlərin nümayəndələri təmsil olunurdu. Bayaq demişdik, azad kəndlilər də vardı, artıq kəndlilər yoxdur. Feodallar, ruhanilər, cəngavərlər və şəhərlər. Bu şəhərlərin nümayəndələri təmsil olunurdu. Kral vergiləri parlamentlə razılaşıb təyin edə bilərdi. İngiltərə parlamenti vergi təyin etmə hüququ yox idi. Yəni, daha doğrusu kral vergi təyin etmək üçün parlamentlə razılaşdırmalı idi. Yəni, vergi təyin etmə hüququ parlamentin idi. 14-cü əsrdə isə parlament qanunların verilməsində iştirak edə bilərdi. 14-cü əsrdə isə parlament qanunların verilməsində iştirak edə bilərdi. İndi baxaq qara ölüm. O dövrdə bilirik ki, 14-cü əsrin ortalarında Avropada vəba epidemiyası, qara ölüm adlanan xəstəlik yayılır. Bu xəstəlik nəticəsində Avropa əhalisinin sayı xeyli azalmışdı. Bu isə orta əsrlərin sonlarında əhəmiyyətli iqtisadi və sosial dəyişikliyə səbəb oldu. Qara siçovullar tərəfindən yayılan qara ölüm Avropa tarixindəki ən dağıdıcı təbii fəlakət idi. Ticarət əlaqələri bu epidemiyanın yayılmasına şərait yaratdı. Avropa əhalisinin yarıdan çoxu vəbadan öldü. Avropanın yarıdan çoxu vəbadan öldü. O dövrdə insanlar vəbanın hələ də nədən qaynaqlandığını bilmirdilər. Çoxları bunun Tanrı tərəfindən günahların cəzası olaraq göndərildiyini ya da şeytan tərəfindən törədildiyini, bəziləri isə yəhudləri su quyularını zəhərləməklə itham etdilər. Elə ona görə də yəhudilərə qarşı amansız hücumlar həyata keçirildi. Bu hücumlardan biri də Almaniyada baş vermişdi. Vəba epidemiyası nəticəsində deyirik ki, işçi qıtlığı yaranır, məhsullarda qiymətlərində ucuzluq baş verir, işçi qıtlığı yaranır, işçi çatışmır deyə İngiltərədə amansız qanunlar qəbul edildi. Bu qanuna əsasən torpağı və gəlir mənbəyi olmayan bütün adamlar aşağı əmək haqqı ilə işləməli idi. Yəni, epidemiya baş verib, əhalinin yarısı ölüb, işçi qüvvəsi yoxdur. İngiltərə belə bir qanun verir. 12-60 yaşın arasında torpağın gəlirin yoxdursa, mütləq şəkildə aşağı əmək haqqı ilə işləməlisən. İmtina edənlər ağır cəzalara məhkum edilirdi. Bu amansız qanunlar nəticəsində ölkədə narazılıq və üsyanların sayı artır. Elə məhz bu dövrdə deyirik ki, Robin Hood haqqında rəvayətlər yaranmışdı. 14-cü yüzilliyin ikinci yarısında İngiltərədə kəndlilərin vəziyyəti daha da ağırlaşır. Yüzillik müharibənin gedişində vergilərin artırılması kəndlilərin narazılığına səbəb olur. Və 1381-ci ildə İngiltərədə Wat Tylerin başçılığı ilə kəndli üsyanı baş verdi. 381-ci ildə kəndli üsyanı baş verdi. Üsyanın səbəbi bildik ki, vergilərin ağırlığı, feodalların zülmü, insanların vəziyyətinin həddən artıq ağırlaşması. Bu üsyanda insanlar xeyirxah krala inanırdılar. Kralla görüşən kəndlilər təhkimçilik və biyarın ləğvi, vergilərin azaldılması ilə bağlı tələblərini verdilər. Deməli, bu dövrdə İngiltərədə Wat Tyler Fransa Jaklar üsyanı idi. Hər iki üsyanın oxşar cəhəti feodal zülmü vergilərin artması idi. Wat Tylerin Jaklardan fərqi isə bunlar tələblər irəli sürmüşdülər. Nədir tələblər? Təhkimçilik biyar ləğv edilsin, vergilər azaldılsın. Həm Jaklar üsyanında, həm Wat Tyler də onlar xeyirxah krala inanırdılar. Onlar inanırdılar ki, biz əgər kralla görüşsək, kral bütün bizim problemimizi həll eləyəcək. Lakin yenə də hilə, yenə xəyanətə əl atan üsyançılar, üsyan başçıları üsyanı yatırır. O Tyler üsyanı yatırılır. Üsyan yatırılsa da vergilər bir qədər azaldılır, amansız qanunlar yumşaldılır. Üsyan yatırılsa da vergilər azaldılır, amansız qanunlar yumşaldılır, kəndilərin təhkimçilikdən azad edilməsi sürətlənir. Yəni 1381 Wat Tyler üsyanı, Jaklardan fərqi o idi ki, Wat Tyler tələblər var idi, təhkimçilik ləğv edilsin, vergilər azaldılsın, biyar ləğv edilsin. Hər ikisinin nəticəsi oxşar olaraq üsyan yatırılır, amma nəticəsiz qalmır. Wat Tyler üsyanı nəticəsində vergilər azaldılır, amansız qanunlar yumşaldılır, kəndlilər
təhkimdən azad edilməsi prosesi sürətlənir. Daha sonra İngiltərədə 1455-1485-ci illərdə Alqızılgül və Ağqızılgül müharibəsi baş vermişdi. 1455-1485-ci ildə. Bu müharibədə feodal qrupların birinin bayrağında al rəngli qızılgül, digərinin isə ağ qızılgül təsviri vardı. Ona görə də bu mübarizə qızıl güllərin rənginə uyğun olaraq al qızılgül, ağ qızılgül müharibəsi adlanır. 1455-1485-ci illəri əhatə edən müharibə İngiltərədə yeni sülalənin Tudorların hakimiyyətə gəlməsi ilə başa çatdı. Sülalənin banisi 7-ci Henrix Tudor. Deməli, 1485-ci ildən 1603-cü ilə qədər İngiltərədə oldu Tudorlar sülaləsi. Sülalənin banisi 7-ci Henrix Tudor olmuşdu. 7-ci Henrix iri feodallara qarşı mübarizə aparır. Feodalların hərbi dəstələrini ləğv edərək ara müharibələrinə son qoyur. Yəni, feodalların hərbi dəstələrini ləğv edir ki, ölkədə ara müharibələri olmasın. Beləliklə, İngiltərədə mütləq monarxiyanın yaranması prosesi başlayır. Hətta 7-ci Henrix zadəganlar və orta təbəqə üçün az vergi təyin edərək onların dəstəyini qazanmışdı. Deməli, İngiltərədə 1455-1485-ci illərdə 1455-1485-ci illərdə hakimiyyətdə oldu. Daha doğrusu üsyan oldu. Al qızılgül, ağ qızılgül. Bu müharibə nəticəsində 7-ci Henrix Tudor qalib gəldi və İngiltərədə Tudorlar sülaləsi hakimiyyətə gəldi. 1485-dən 1603-cü ilə qədər. 7-ci Henrix iri feodallara qarşı mübarizə aparır, feodalların hərbi dəstələrini ləğv edir, ara müharibələrinə son qoyur. Beləliklə, İngiltərədə mütləq monarxiyanın yaranması prosesi başlayır. Yəni, mütləq monarxiya tək hakimiyyətlik. Hətta 7-ci Henrix zadəganlar və orta təbəqə üzərində az vergi təyin edib, əhalinin dəstəyini qazanmışdı. Daha sonra dedi ki, İngiltərə 11-ci əsr normalların işğallarına məruz qalmışdı. 12-ci əsrin sonlarında isə həm normalların, həm də İngiltərənin yerli əhalinin qaynayıb qarışmasının prosesi başa çatır və ölkədə dil fərqləri aradan qalxır. Deməli, 12-ci əsrdə İngiltərədə normallarla İngiltərənin yerli əhalisinin qaynayıb qarışması prosesi başa çatır və ölkədə dil fərqləri aradan qalxır. 12-ci əsrin sonlarında əhalinin əsas hissəsinin danışıq dili fransız dilidir. Daha doğrusu ingilis dilidir. Əhalinin aşağı hissəsinin danışıq dili ingilis dilidir. Lakin feodal əyanlar, kral məmurları fransız dilindən də istifadə edirlər. Deməli, əhali əsasən ingilis dilindən istifadə edirdi. Lakin feodal əyanlar və məmurlar fransız dilindən də istifadə edirlər. Dövlət orqanlarında rəsmi dil kimi fransız və latın dillərdə istifadə olunurdu. Dövlət orqanlarında deməli, rəsmi dil kimi fransız, bir də latın dilindən istifadə olunurdu. Bir fransız, bir də latın. İngiltərədə mərkəzləşmiş dövlətin yaranması ilə, yəni 15-ci əsrdə mərkəzləşmiş dövlətin yaranması ilə London mərkəz olmaqla White bazar yaranır. Yəni 15-ci əsrdə İngiltərədə mərkəzləşmiş dövlət yaranır və bununla da London mərkəz olmaqla vahid bazar yaranır. Artıq bundan sonra ölkədə dil fərqləri aradan qalxır. Fransız, latın və başqa dillərin təsirlə zənginləşən ingilis dili formalaşır. 15-ci əsrdə ingilislərin ərazi və dil birliyi müəyyənləşir. Yəni 12-ci əsrdə norman və ingilislərin qaynayıb qarışması prosesi başa çatır. 12-ci əsrdə. Yəni 11-ci əsrdə normallar hücum eləmişdi. 12-ci əsrdə yerli əhali ilə qaynayıb qarışma prosesi başa çatır. Bu dövrdə əhalinin əsas dili ingilis dili olsa da rəsmi dil fransız və latın idi. Lakin 15-ci əsrin sonunda, yəni İngiltərədə mərkəzləşmiş dövlətin yaranması ilə artıq dil fərqləri aradan qalxır və ingilis dili formalaşır. Eyni zamanda 16-cı əsrdə bilirik ki, Avropada reformasiya dövrüdür. Reformasiya nəticəsində İngiltərədə yeni bir kilsə, Anglikan kilsəsi yaradılır. Deməli, reformasiya nəticəsində İngiltərədə yeni bir kilsə, Anglikan kilsəsi yaradılır, kilsə dövlətə tabe edilir. 16-cı əsr
İngiltərə kralının keçirdiyi reformasiya. Bu reformasiya nəticəsində kilsə dövlətə tabe edilir və kralın başçılıq etdiyi Anglikan kilsəsi yaradılır. 1485-ci ildə 1603-cü ilə qədər İngiltərədə hakimiyyətdə oldu Tudorlar sülaləsi. 1603-cü ildə isə hakimiyyətə gəldi 1-ci Yelizaveta. Daha doğrusu 1558-ci ildən 1603-cü ilə qədər hakimiyyətdə oldu 1-ci Yelizaveta. Yəni 1603-cü ildə hakimiyyətdən gedir, Tudorların sonuncu nümayəndəsi olmuşdu Yelizaveta. Yelizavetanın dövründə proteksionist siyasət yeridilmişdi. Yəni, nə deməkdir proteksionizm? Daxili bazarı müdafiə etmək məqsədi ilə xaricdən gətirən məhsulların məhdudlaşdırılmasına yönəlmiş siyasət idi. Yəni, daxili bazarı qorumaq üçün xaricdən gətirən məhsullar məhdudlaşdırır. Bu siyasəti kim həyata keçirmişdi? 1-ci Yelizaveta. 1558-ci ildən 1603-cü ilə qədər hakimiyyətdə olmuş Yelizavetanın dövrü İngiltərə tarixinin qızıl dövrü adlandırılır və Tudorların sonuncu nümayəndəsi idi. Deməli, Tudorlar hakimiyyətə gəldi 1485-1603, sonuncu nümayəndəsi 1-ci Yelizaveta. Yelizavetanın dövrü İngiltərənin qızıl dövrü adlandırılır. 1558-ci ildən 1603-cü ilə qədər hakimiyyətdə olmuşdu. Əsas siyasəti proteksionist siyasət idi. İngiltərənin bu dövrdə dənizlərdə əsas rəqibi İspaniya idi. Ona görə də İspaniya ilə İngiltərə arasında 1588-ci ildə deməli, döyüş baş verir. Deməli, 1588-ci ildə İngilislər ölkələrini işğal etmək istəyən İspaniyanın məğlub edilməz Armada adlı dəniz donanmasını məğlub edir. Deməli, 1588 Lamanş döyüşü idi əvvəllə deyildi. 88-ci ildə Lamanş döyüşündə İngilislər İspaniyanın məğlub edilməz armadasını məğlub edir. Və beləliklə İngiltərə Avropanın ən güclü dövlətlərindən birinə çevrilir. İngiltərənin dəniz ticarəti və müstəmləkə uğrunda mübarizəsində artıq mövqeyi güclənir. Deməli, Avropanın ən güclü dövlətdən çevrildi. Həm dəniz ticarəti, həm də müstəmləkələr uğrunda mübarizədə İngiltərənin mövqeyi möhkəmlənmişdi. Hətta deyirik ki, bu dövrdə İngilis koloniyasını qurmaq üçün İngilislər Şimali Amerikaya belə səfərlər etmişdilər. İngilislər Şimali Amerikaya səfərlər etmişdilər. Deməli, Yelizaveta 1558-1603-cü illərdə hakimiyyətdə olmuşdu. Onun dövrü İngiltərənin qızıl dövrü adlanır. Onun dövründə 1588-ci ildə baş vermişdi İspaniya ilə İngiltərə arasında döyüş. Bu döyüşdə İspaniyanın məğlub edilməz armadası məğlub edilmişdi. Bundan sonra İngiltərənin mövqeyi güclənir. Həm dəniz ticarəti, həm də müstəmləkələr uğrunda mübarizədə İngiltərənin mövqeyi güclənmişdi. İngilis koloniyaları qurmaq üçün hətta bu dövrdə İngilislər Şimali Amerikaya qədər gedib çıxmışdılar. Bu dövrdə həm də deyirik ki, 16-cı əsrin ikinci yarısı, 17-ci əsrin birinci yarısında Avropa ağır iqtisadi və siyasi böhranlara məruz qaldı. Ən əsas iqtisadi böhranlardan biri də inflasiya, yəni pulun dəyərdən düşməsi və qiymətlərin kəskin artımı idi. Qiymət artımının bu dövrdə əsas səbəbi bilirik ki, coğrafi kəşflər və coğrafi kəşflər nəticəsində Amerikadan çoxlu qızıl və gümüşün axını. Əhalinin sayının artması nəticəsində torpaq və ərzaq tələbatının yüksəlməsi. Bu dövrdə həm də müharibələr, vəba və aclıq nəticəsində iqtisadi inkişaf zəifləyir və sosial gərginlik kəskinləşirdi. Deməli, bu dövrdə bir inflasiya var idi, bir kəskin qiymət. Bunun da əsas səbəbi coğrafi kəşflər nəticəsində Amerikadan qızıl və gümüş axını, əhalinin sayının artması nəticəsində torpaq və ərzaq tələbatının yüksəlməsi.